İzləyicilərə, gəlin bugün sizlərlə belə bir ehtimal nəzəriyyəsinə aid suala baxaq. Təbii ki, mənbəsi MHM miqə giriş test toplusundandır. Söhbət nədən gedir? Deyir, bir hədəfə atəş açan ABC deyə oxçular var və hərəsinin hədəfi vurma ehtimalını verib. Əslində, bir növ, bir balaca klassik hədəf vurma suallarındandır. Birincinin ehtimalı 3-də 2-dir. İkincinin ehtimalı 5-də 2-dir. Üçüncünün ehtimalı PC isə 6-da 5-dir. İndi bunların nəyini soruşur? Deyir, hədəfə oxçu bir dəfə atəş açdığı, hədəfi sadəcə bir oxçunun vurduğu məlumdursa, yəni üçü də hədəfə atəş açırsa, orada bir oxçunun sadəcə hədəf vurma şansı var. Hədəfi vuranın B oxçusu olma məlumdursa deyirsə, artıq bu bizə məsələdə onun şərti ehtimal olduğunu şərt qoyur ki, orada artıq bir oxçu vura biləcək və bu şərt daxilində biz məsələni həll etməliyik. Yaxşı, bəs şərti ehtimalımızın düsturu necə idi? Şərti ehtimalda deyirik ki, P AB şərti bərabərdir. B şərti baş verməsi daxilində A hadisəsinin baş vermə ehtimalına deyirdikdə biz şərti ehtimal P A ilə B-nin kəsişməsi. Yəni belə düsturla da mahiyyətini başa düşə bilərik, amma belə ümumi şəkildə nə deyim? Bax, bu o deməkdir ki, biz biri vurmağı o deməkdir, ya A vurmayacaq, B vuracaq, C vurmayacaq. Ya A vuracaq, BC vurmayacaq, yaxud da C vuracaq, A ilə B vurmayacaq. İndi gəlin bunların hadisələrini bir-bir hesablayaq. Deməli, A-nın vurmaması. Bunların əks hadisəsinin qarşısına yazıram. Bu 3-də 1, bu 5-də 1, 3 və bu da 6-da 1. Baxın, deyir ki, A vurmasın 3-də 1, B vursun 5-də 2, C vurmasın 6-da 1. Nə qədər elədi? Heç ixtisar falan aparmayacağım. 90'da 2. Tamam. A vursun 3'də 2. B vurmasın. B vurmasın 5'də 3. C vurmasın 6'da 1. Nə qədər elədi? Deməli 90, burada 6. Daha sonra A vurmasın. Yəni A vurmasın deyiriksə bu olacaq 3'də 1. B vurmasın 5'də 3. C vursun 6'da 5. Bu da eləyəcək deməli 90'da 3, 5, 15. İndi cəmilərin toplasaq nə qədər eləyəcək? Məxrəc artıq bunların cəmi olacaq. Çünki bu ümumi şərt verdiyi bizə şərtdir ki, hədəfə ancaq biri vura bilər. 90'da 2, 90'da 6, 90'da 15. Məxrəcdə olacaq 90'da 15, 6, 21, 21, 2, 23. 90'da 23 bunların ümumi o şərti. Bəs biz nə istəyirik? Biz istəyirik ki, B oxçusu